Bugün istərdim ki, sən bizə Füzuli haqqında, Füzuli kimdir sənin üçün, ümumiyyətlə onun yaradıcılığında və Füzulinin hər hansı bir şeirlərini deyəsən və ya qəzəllərini deyəsən və ya istədiyin bir hissədən bir təhlil aparasan. Bunu istərdik ki, bugün. Qəfil istədim. Çünki heç olmasa mənim Füzuli haqqında çox qeydlərim var. İstərdim ki, əlbəttə o qeydlərə bir nəzər salım. Amma qeydlərimin üstündə bir bərbad şey salmışam, qarşılıq salmışam ki, özüm salmışam. Fələk dairə. Yox, özüm eləmişəm. Ona görə də tapmağım imkanım yoxdur indi ki, mən durum onu şey deyim. Amma orasını sənə bir sirri kimi deyim ki, bir zaman mən Füzuli haqqında roman da olmasa bir povest, yox, bir roman bəlkə də. Məsələn, nəzərimdə o Şah İsmail'dən də böyüdü, nəzərimdə. Mən ümumiyyətlə Azərbaycan şeirində iki şəxsiyyəti xüsusi məhəbbətlə sevirəm. Onların biri, deməli, Füzulidir, biri də Sabir. Qəmli olanda Sabiri oxumuşam həmişə. Keyfim kök olanda Füzulini oxumuşam. Çox tərcümlü bir şeydi, əksinə olmalıydı sanki. Amma Füzuli haqqında yazmaq istəyəndə başladım mən adətən mənbələri oxumaqdan əvvəl, axtarışlardan əvvəl, başladım əvvəl onun öz əsərlərini oxumağa. Mən adətən hansı şairin həyatına toxunuramsa, dügə arıq deyən kimi başlayıram onun əsərlərini aradılmağa. Füzulini də başladım eləcə oxumağa. Əlbəttə onun divanını və Leyli Məcnunu. Yox, elə Bəngübadəni də tərcümədədir, düzdür, rəhmətlik Böyüyə Qasımzadənin tərcüməsində, çox gözəl tərcüməsində. Sonra ağacların, o meyvələrin bəhsən, onun da bu kimi əsərlərin hamısını diqqətlə oxudum və Füzulidən qorxdum. Qorxdum ki, mən Füzuliyə layiq bir əsər yaza bilmərəm, özüm yazdığımı bəyənmərəm, özüm yazdığımı bəyənməyəndən sonra da meydana çıxartmaram onu. Zəhmətim hədər gedər. Qoy Füzulinin o böyük məhəbbəti ilə mənim özümün ürəyimdə o böyük məhəbbət olaraq qalsın. Hələlik, amma haradasa Füzuli tədqiqatçılarına cavab verəcək bir çıxış, ya məqalə, ya haradasa bir oçerkə bənzər bir şey yazmaq istəyirdim. Bundan ötəri ayrı-ayrı qəzəllərindən, əsərlərindən mən əlbəttə nümunələr götürmüşəm. Öydə görürsən də Füzulinin başımın üstündədir şəkli də canından artıq deyərlər istəyirəm, inan ki, belə bir şeydir. Füzulinin tədqiqatçıları onu həmişə əksər hallarda sufi şair kimi onun şeirlərini ilahiləşdirirlər haradasa və fikir verin onun simasına bir yaxşı-yaxşı bax. Bu onun dilinə görə vaxtilə rəssamın, hansı bir rəssamınsa Avropalı rəssam olub oralarda onun çəkdiyi görə şəkildəndir. İndi güya deyirəm ona görə ki, nə bilim, təsdiq edəcək bir şey məndə yox. Füzuli, axı, əgər o sufi şairdirsə, o həyatının ikinci yarısında bəlkə sufi şairdir. Yaradıcılığının son dövründə bəlkə sufi şairdir. Amma bu adam axı cavan olur. Onun şeiri var, sevgilisinin hamama getməsini təsvir edir. Tasınacan, fitəsinəcən və çinməyinəcən. Bunlar Allah haqqında deməzlər belə şeyləri, bu mümkün deyil. Füzuli, təkcə Füzuli deyil, ümumiyyətlə klassik şeirdə gözəlin bütün vücudunu tüklərindən tutmuş dırnağınacan təsvir tərənnüm edirlər. Bunların bəzisi doğrudan da haradasa hiss olunur ki, sufi şeylərdir.
Amma əksərən mən Füzulini sufi şair kimi qəbul eləmirəm. İndi burada bir sual meydana çıxır ki, əgər bu gözəllik bu şəkildə təsvir edirsə, bu İslam dini ilə nə tər uzlaşa bilir? Axı o zaman əvvəla mətbəə yox idi, qəzet jurnal yox idi, bu şeirlər yazılırdı, bir gözəl haqqında yazılırdısa, o onu mütləq çap eləmirdi ki, düşsünlər üstünə tənqid eləsinlər, söysünlər. Ona görə də bu onun ancaq gəncliyinə xüsusilə aid. Orada Leyli Məcnun'da hətta ötəri olaraq bunu deyir. Deyir, mənə deyir bir türk gözəli, demək olar ki, sipariş verdi, xahiş elədi məndən ki, mən bu əsəri yazdım. Burada mən sözünü deyəndə, Füzulidən mən onlarla qəzəl, onlarla beyt bu qəzəllərdən tapmışam ki, bu qəzəllər, bu beytlər hamısı Füzulinin özündən bəhs edir. Məndə Məcnundan Füzun aşıqlıq istedadı var. Aşıqı sadiq mənəm. Məcnunun ancaq adı var. Bu Allah haqqında deyilir. Bu kişi deyir ki, Məcnunla o Səmədoğlu'nun da buna bənzər təxminən mənə deyərdim, ideyəcək bir şeir var. Deyir ki, Məcnun öz eşqi ilə çox da aləmə səs salmasın, hansı namərd can əsirgər bir nigarın eşqinə. Səmədoğlu deyib, az qəzəl yazıb Səmədoğlu bir kişənə, amma Süleyman Rüstəm çox yazıb. Amma hər halda burada Füzulinin o ideyası gəlir, çıxırdı. Məndə Məcnundan Füzun aşıqlıq istedad. Füzun çox deməkdir də. Məndə Məcnundan çox aşıqlıq istedadı var. Əsl aşıq mənəm, Məcnunun elə adı var, adı çıxıb. Canı canan diləmiş, verməmək olmaz, ey dil. Ey dil, ay ürəyim, dil ürəyidir parça. Bunu canı canan diliyibdir, verməmək olmaz. Nəni zayi eləyəlim, o nə sənindir, nə mənim. Yəni bu cananındır. Bu cananın olan şeydir. Nə sənindir, nə mənim, nə ixtiyarımız var, biz verməyək bunu. Ya bir rübayisi var onun. Deyir ki, Məcnun oda yandı, şöyle-i ah ilə pak. Vamik suya battı, eşqiden oldu həlak. Fərhad həvəslə yelə verdi ömrün, xak oldular onlar, indi mənəm ol xak.